Müqəddəs kitabda eyni yerlərdən 9-cu, 10-cu fəsildə yazılır ki, möhkəm imanla ona qarşı durun. Bilin ki, bütün dünyada bacı qardaşlarınızla eyni cür əzab çəkir. Yəni, möhkəm imanla iblisə qarşı durmaq lazımdır. İndi mən sizə sual verirəm. Ümumiyyətlə, siz heç vaxt, nə vaxtsa özünüzə sual vermirsinizmi ki, siz kimsiz? Biz kimik? Biz Rəbbin balalarıyıq. Biz İsa Məsihin qanı ilə satın alınmış evladlarıq. Biz o imanlılarıq ki, bu günləri Azərbaycanda istənilən adamın yanında rahatca biz Məsihçiyik deyə bilirik. Biz o adamlarıq ki, o imanlılarıq ki, hansı ki təqiblərə baxmayaraq, valideynlərin, qardaş bacıların, qohumların, dostların təqibinə, etirazına baxmayaraq, bu günləri burada oturmuşuq, Rəbbin məclisində ona ibadət edirik. Ona görə də bu qədər dəyərli olduğumuz halda, bu qədər yüksək olduğumuz halda, gəlin elə edək ki, iblis bizim gözümüzü kör eləyib, şimşonun gününə salmasın, bizi alçaltmasın, bizi məhv etməsin. Qoy bu işdə hər birimizə Rəbb xeyir dua versin.